Bu hazırda Bakıxanov ərazisinin arxasında Fidan Şadlıq Sarayı var. Allahın salamı olsun hər kəsə. Buyuraq gedək bir evə baxaq. Bax, həmən bu Qubçalı evdən söhbət gedir. İndi göstərdim sizə evi. Deməli göstərdim ki, Fidan Şadlıq Sarayının Koroğlu gedə istiqamətdə hardasa təxmini 400 metrə arası var evdən. Buyuraq evimizə baxaq və Allah ev olmayanlara Allah ev qismət edir. Buyuraq baxaq evimizə. Bax göstərdim ha, sənədimiz var. Həm torpağın, həm də ki evimizin sənədi var. Yerləşmə yerində gördünüz. Allah ev olmayanlara Allah inşallah ev nəsib eləsin. Evimiz hal-hazırda 3 otaqdan ibarətdir. Yerləşmə yeri super və bir dənə təmir söhbəti var. Evimizin təmiri ehtiyacı var. Buyuraq evimizə baxın inşallah. Hal-hazırda gördüyünüz kimi bax, qonaq otağıdır. Yenə dediyim kimi evimizə həqiqətən təmirə ehtiyac var. Burada da bir dənə otağımız var. Beləncə yataq otağıdır. Hal-hazırda mətbəximizdir. Pəncərəsi var mətbəximizin hal-hazırda. Hal-hazırda mətbəximizin pəncərəsi var. Deməli, qapımız buradan, girəcəyimiz buradandır və buradan da bir dənə otağımız, yataq otağımız buradır. Çox geniş yataq otağımız. Yenə dediyim kimi təmirə ehtiyac var. Pəncərəmizlər var. Hal-hazırda burada da bir dənə tikilimiz var. Yarım tikilidir. Və buradan da belə göstərim sizə həyətimiz. Buradan sizə lapını söküb darvazanı məsələ aça bilərsiniz maşın girmək üçün. Amma belə çəp qoysaz rahatlıqla maşının daxil ola bilər. Sanitar qovşağımız da buradadır. Gördüyünüz evi və bəli, təmirə ehtiyac var. Amma yerləşmə yerinə söz ola bilməz. Bir də sənədi var evimizin. Hal-hazırda inşallah qiymət yazılacaq və qiyməti görəcəksiniz inşallah ki, qiymət neçədir. Yenə dediyim kimi, Allah evi olmayanlara Allah ev qismət eləsin. Evimiz Anaşkində yerləşir. Yəni Bakıxanov stansiyası arxasından ərazi Anaşkən arasında yerləşir. Koroğlu istiqaməti yaxındır, Bakıxanova yaxındır və qiymət də sonda yazılacaq. Allah ev olmayanlara Allah ev qismət eləsin. Sağ olun.